dönüm. Ay sənə qurban Mənə olum. baxır, az ölüm ha. Sevgim. Ay Allah, zaçım sılım. Halal olsun ha, sen Ruski yazışmısan. 3200 nəfər. Sevgi. Ayşun, Tıklayın uşaqlar, tıklayın. biz onunla nəfəs alırıq. Maşallah, maşallah. Hamımız onu çox istəyirik. Maşallah. Allah bəxtin, taliyin gözəl eləsin, gözəl olsun. Qoymadı, sual vermək istəyirdim ona. Qoymadı. Son vaxtlar zarafatsız elə bilirəm ki, mən özüm elə bilirəm də, onun mənə qarşı sevgisi azalıb, istəyi azalıb. Nə bilim, biraz soyuqluq var elə bilim mənə qarşı Ayşunda. Öz içimdə elə hiss edirəm. Bəlkə də yanlışdır bu, yanlış hiss edirəm. Amma mən uşaqlarımı çox istəyirəm də. Yəni, düzdür, bütün valideynlər evladlarını çox istəyirlər. Mən onları çox istəyirəm. Yəni, onlara görə canımı da qurban verərəm. Onlara görə hər şey eləyərəm də. Yəni, həmişə də eləmişəm. Yəni, Ayşuna demişəm, toxunan olanı, nə bilim, bilmirəm. Yəni, hər şeydən keçərəm də evladlarım üçün. Yəni, o dərəcədə. Mənə elə gəlir, bəlkə də mən elə hiss edirəm. Elə bilirəm, soyuqlaşıb Ayşun mənə qarşı. Nə bilim, elə düşünürəm. Yağmur bağlı uşaqdır, ümumiyyətcə. Yağmur heç vaxt mənə istəyini bildirməyib. Ümumiyyətcə, mənim uşaqlarım mənə istəklərini bildirməyiblər də. Yəni, məni bilmirəm, niyə? Elə bildirməyiblər. Alo. Hə, yaxşı. Sən yaz da. Hə. Bəlkə də, bilmirəm, yalan deyirəm. Bəlkə də qızına öz sevgisini verib, qızını daha çox istəyir. Ona bax, deyir, Döyqaya vermərəm 200 dolar. Deyir, bunun prodüsörü gəldi, Döyqanı afriskalar. Soğanı hər aparırsan? Soğansız doyğun. Evdə yoxdur. Gözün çıxsın. Hə. Bəlkə də ola bilər sevgisini daha çox sevgiyə veribdir. Sevgisini daha çox sevgiyə verir. Amma ana başqadır. Nə olur olsun, ananı evladla əvəzləmək, nə bilim, mən eləyə bilmərəm. Bilmirəm, nə bilim, Ayşun bəlkə də. Amma mən elə düşünürəm. Bəlkə də elə deyil, Ayşun mən gənə də həmişə kimi çox istəyir. Yağmur bir başqadır. Yağmurun ümumiyyətcə, o çox qapanıq qızdır. O çox qapanıq uşaqdır. O, yəni, heç bir şeyi bildirmir, heç bir şeyi demir. Yəni, mən hiss eləmirəm də, görmürəm. Ayşun gənə hərdən birdən bir problemi olanda, bir çətinlikdə, nə bilim, nə isə əsəbləşəndə, nəsə olanda məndən bölüşür. Mən ümumiyyətcə, nə bilim,